Hər kəs salamlar. Mühasibatlıqda ən çox vaxt aparan işlərdən biri elektron qaydaməyə göndərilməsi, aktların hazırlanmasıdır. Bu gün sizə elektron qaydamənin göndərilməsinin rahat yolunu göstərəcəm. Excel vasitəsilə data varsa datadan götürün, məlumatı yoxdursa Exceldə məlumatlar dolduraraq hazırlaya bilərsiniz. Məsələn, bu məlumat var, sizdə tutam ki, bu məhsullar var. Excelin başda forması da avtomatik şəkildə məlumatları oturuq, digərləri avtomatik olacaq. ƏDV-yə cəlb olunacaq bizdə hal-hazırda. Məlumatlar tam dolduqdan sonra məlumatlar baxın eyni 4461, yəni öz avtomatik doldurdu. İstəsəz əllə də doldura bilərsiniz. ƏDV-yə cəlb olunur və yaxud da ƏDV-yə cəlb olunmur. Bir avton vurduqda qayməmiz hazırdır. Sadəcə dizayn fərqi ola bilər, amma eyni məhsullardır. Kimdən kimə və yaxud da siz toplu şəkildə göndərirsiniz. Toplu şəkildə göndərəndə misal üçün icarə verənlər ayda 100-dən icarə üçün qayma göndərir. Burada eyni qaymələri yazsınız. Qeyd hissələri var. Qeyd kimə ad. Kimdən bir dənə nəfər olur. Kimlərə siz göndərsiniz. Məsələn 5-6 qayma. Bunu da vururuq. Və qaymələr hazırdır. Bu avto olan tək qaymədir. Bu isə toplu şəkildə olan qaymələr. Paket deyirik, yəni paket hazır paketdir. Məsələn, 11 dənə qayma, elektron qayma olacaq. Bunu da yaxınlaşıb paket bölməsinə əlavə edirik. İki, üç, dörd, beş, altı, sekiz, dəftəşirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bir dənəsi də ikinci səhifədə. Yəni elektron qaymələrimiz hazırdır. Burada ən böyük olana baxaq, bayaq göstərilən çoxlu məhsul var. Yəni məhsul sayı 300-dən və yaxud da istəsəz 500-ə qədər olar. Yəni 300-dən çox məhsul sayı olma ehtimalı çox azdır deyə 300 limiti qoyulub. Hər kəsə uğurlar. Mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz.